Salam əziz izləyicilər. Bu videoda sadə muncuqlardan zərgər işinə bənzər çox zərif, gözəl və asan hazırlanan qolbağın hazırlanmasını addım-addım göstərirəm. Hər kəs öz qolbağını mənimlə birlikdə evdə rahatlıqla hazırlaya bilər. Bizə lazım olacaq xırda qızılı muncuqlar, orta boyda kristal və qızılı muncuq, qolbaq üçün bağlayıcı və xalqa. Hazırsınız? Gəlin başlayaq. Bir bağlayıcı götürüb sapımızı bağlayıcıdan keçirdiririk. Bağlayıcını aşağı hissəyə indirib sapla 2 düğün vururuq. Bu qolbaq asan və tez hazırlanandır. Hər kəs bunu, yeni başlayanlar da bunu edə bilər. Sadəcə videonu diqqətli izləyin. Orta boyda qızılı muncuğu götürüb sapdan keçirdiririk. Bir kristal muncuğu götürüb iğnə sapı bir-birinin əksinə muncuğun içindən keçirdiririk. 2 kristal muncuğu da götürüb bir-birinin əksinə iğnə sapı muncuğun içindən keçirdiririk. Muncuqları eyni qaydada biz iğnə sapla toxuyuruq. 5 muncuğu götürüb 2 qızılı muncuqları sağ-sol tərəfdən keçirdiririk. Amma kristal muncuqları isə iğnə sapı bir-birinin əksindən keçirdiririk. Beləliklə, belə qaydada biz qolbağımızı muncuqlarla toxuyuruq. Qolbağımızın çox hissəsi hazırdır. Gəldik çatdıq qolbağımızın sonuna. Eyni qaydada qolbağımızı kristal muncuqlarla toxuyuruq. Sonunda bir qızılı muncuq da sapdan keçirdiririk. Halqamızı da sapdan keçirdirib sapla 3 düğün vururuq. Düğün vururuq ki bizim muncuqlarımız sapdan açılmasın, qolbağımız möhkəm olsun. Əziz izləyicilər, siz bu qolbağı hədiyyəlik də düzəldə bilərsiniz. Qolbağımıza düğün vurandan sonra biz iğnəni götürüb sapımızı iğnədən keçirdiririk. Və iğnə sapla muncuğun içindən iğnə sapımızı keçirdiririk. Sapı da bərk dartırıq ki biz düyümümüzü muncuqların içində gizlədə bilək. Artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim qolbağımız hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, zəhmət olmasa like edin, fikirlərinizi yazın və kanala abunə olub dəstək olun. Hələlik.